Sizcə Çin-Azərbaycan münasibətləri hansı mərhələyə inkişaf edə bilər? Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bəli. Və bu siyasəti formalaşdıran Ulu Öndər Heydər Əliyev olub. Və Azərbaycan prezidenti Cənab İlham Əliyev də çox sürətlə dəyişən dünyamızın o geosiyasi reallıqlarına adekvat olaraq həmin siyasətə davam elətdirir, ona çeviklik gətirib, ona innovativlik gətirib, bir hücum taktikası əlavə edib və ikitərəfli münasibətlərimiz yüksək səviyyədə olanda üç tərəfli, dörd tərəfli, bütövlükdə çox tərəfli münasibətlər də formalaşır və inkişaf edir. Və bizim bu nöqteyi nəzərdən ikitərəfli münasibətlərimizdə Çin Xalq Respublikası ilə əlaqələrimiz bugün prioritet istiqamətlərdən biridir. Və bu da təsadüfi deyil. Təsadüfi deyil ona görə ki, bizim dünyaya baxışımız, dünyadakı gedən bugünkü geosiyasi o paradigmaya münasibətdə davranışımız üst-üstə düşür. Biz çox qütüblü dünya və çox tərəfliliyin müdafiəçisiyik. Biz beynəlxalq siyasətdə hegemonçuluğun əleyhinəyik. Biz istəyirik ki, çox qütblü dünya reallığı olsun və beynəlxalq hüquq işləsin. Biz bunu istəyirik və bu günləri Çin Xalq Respublikası da yeni dünya düzəni ki, bu günləri nizamı formalaşmaqdadır. Biz onun bir mərhələsindəyik və Çin Xalq Respublikası da bu dünya nizamında bir güc mərkəzidir. Bu hər kəsə bəlli həqiqətdir və ümumi daxili məhsulu artıq 20 trilyona az qalı gəlib çatsın. Və Birləşmiş Ştatların ən ciddi rəqibidir bu məsələlərdə. Və Çin bu günləri yeritdiyi siyasət əzələ nümayişi siyasəti deyil. Çin bu günləri dünya iqtisadiyyatında və dünyanın ayrı ölkələrlə münasibətlərində soft power, yəni yumşaq güc elementlərindən istifadə edir. İqtisadi əlaqələr qurur və ölkələrlə münasibətlər fonunda onların bazarında iştirak edir, özü qazanır və onları da qazandırır. Yəni burada uduzan tərəf yoxdur. Bunu qeyd eləmək istəyərdim və bizim də Çinlə hələ qədim İpək yolundan belə tarixən əlaqələrimiz olub və Çinlə bizim münasibətlərimiz gör necə yüksək səviyyədə olub ki, Nizami Gəncəvi kimi bizim dahi şairimiz özünün 7 gözəlindən birini Çin gözəlini vəsf edib, ona itifa edib. Bu nə zaman olur? Bu o zaman olur ki, bu ölkəni o qədər gözəl tanıyırsan, o qədər əməkdaşlıq mühiti var ki, xoş niyyət var ki, yəni tarixən bizim babalarımız da bir-birinə münasibətdə xoş məram ortaya qoyublar. Bizim heç tarixən də elə ziddiyyətlərimiz olmayıb. Və bu gün də həmin siyasətə sadiqik və bilirsiniz ki, Azərbaycan prezidenti Cənab İlham Əliyev ilə Çinli həmkarı Xi Jinping arasında Səmərqənddə keçirilən tədbir zamanı çox mühüm bir sənəd imzalandı. Və bu sənəd hesab edirəm ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələ açdı. Biz artıq strateji tərəfdaşlarıq. Strateji tərəfdaşlıq o demək ki, fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür. Biz Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də, yəni çoxtərəfli platformada da Çinlə yaxın münasibətlərdəyik. Və Çin Xalq Respublikasının Azərbaycana artıq vizasız gəliş-gedişi təmin edilib. Bugün ikitərəfli münasibətlərimizin yol xəritəsi var. Həmin dediyim deməli strateji tərəfdaşlığın bağlı sənəd bu imkanı yaradıb. Eyni zamanda Azərbaycan prezidenti Cənab İlham Əliyevin yaxın zamanlarda Çin Xalq Respublikasına rəsmi səfəri olacaq və bu rəsmi səfər çərçivəsində istisna deyildir ki, Azərbaycan turistlərinin də Çinə səfəri zamanı viza rejimi ləğv edilsin. Bu ikitərəfli münasibətlərimizin yeni imkanlar pəncərəsi açır, iqtisadi əlaqələrimizi yeni müstəviyə qaldırır, keyfiyyətcə yeni mərhələyə qaldırır və iş adamlarının da səfəri daha rahat olur və bu nəticə etibarilə kiçik və orta biznesin inkişafı üçün imkanlar açır. Kiçik və orta biznesi məhdudiyyət yaratmır. Bəzən biz elə fikirlər səsləndirirlər ki, bəzən deyirlər ona şərh vermək belə çətindir. O no comments deyirlər, yəni nonsensdir. O bir atalar misalından deyib, pişmiş toyuğun gülməyə gəlirdi. Bunların səsləndirdiyi fikirlərə, biabırçı fikirlər. İqtisadiyyat Nazirliyinin bilski nəzdində Kiçik və Orta Biznes İnkişaf Agentliyi var. Və hörmətli Orxan müəllim Məmmədov rəhbərlik edir və çox saylı tədbirlər keçirirlər. Kiçik və orta biznesin təşviqi ilə bağlı bölgələrdə, paytaxtda çox saylı tədbirlər keçirirlər. Geniş beynəlxalq əməkdaşlıq münasibətləri qurublar. Deməli, eyni zamanda çox geniş layihələr həyata keçirirlər ki, ondan da sahibkarlar faydalanırlar, maliyyə dəstəyi alırlar. Bunlar hamısı bugünün reallığıdır.
və ona görə də Çin Xalq Respublikası kimi münasibətlərdə iqtisadi faktora üstünlük verən bir dövlətlə bizim əməkdaşlığımız genişlənirsə, bu həm də kiçik və orta biznesin inkişafı anlamına gəlir. Bunu investisiyalar cəlb olunacaq ölkəyə. Bunu gözü götürməyənlər başlayırlar tənqid etməyə və nəzərə alsaq ki, Xi Jinping Azərbaycan prezidenti cənab İlham Əliyevi söyləyib ki, Çin xalqının, sözə baxın, Çin xalqının köhnə dostudur. Dostluqda bilirsiniz, köhnə dostluğun böyük mənası var. Onu xalqımız yaxşı bilir. Çin xalqı deyəndə söhbət 1,4 milyard nəfərdən gedir. 1,4 milyard nəfər. Yəni Azərbaycan prezidenti dünyanın hardasa 1/3 İlham Əliyev 1,4 milyardlıq Çin xalqının köhnə dostudur.